Əziz, zərif, ədalətli və həyatımızın hər anında o sehrli balansı, harmoniyanı axtaran gözəl tərəzilər, hamınızı səmimi qəlbdən, sevgi ilə salamlayıram. Ulduzların göy üzündəki o heyranedici rəqsini oxumaq, planetlərin bu xüsusi və rəngarəng yay həftəsində məhz sizin üçün hazırladığı gizli mesajları, kosmik fürsətləri və həyatınızı gözəlləşdirəcək ipuçlarını bölüşmək üçün yenidən bir aradayıq. Önümüzdə 22 iyun tarixindən başlayıb 28 iyun tarixinə qədər davam edəcək olduqca dinamik, zehni baxımdan fəal və daxili dünyanızda böyük fərqindəliklər yaradacaq bir 7 günlük zaman kəsiyi var. Bilirsiniz ki, siz hava ünsürünün ən diplomatik, ən intellektual və vizual gözəlliklərə düşkün nümayəndəsiniz. Həyatınızda hər şeyin müəyyən bir ədalət və tərəzi tarazlığı daxilində fəal olması, münasibətlərinizin qüsursuz və sülh içində işləməsi sizin daxili hüzurunuz üçün hava və su kimi vacibdir. Günəşin xərçəng bürcünə keçidi ilə birlikdə sizin üçün də səmada çox önəmli, enerjinizi karyeranıza, cəmiyyətdəki statusunuza, gələcək hədəflərinizə və peşəkar uğurlarınıza yönəldən parlaq bir dövr başlayıb. Bu həftə kainat sizdən sadəcə qərarsızlıq içində tərəddüd etmək əvəzinə cəsarətlə addım atmağı, öz gücünüzü nümayiş etdirməyi və həyatın axışına dərindən güvənməyi tələb edir. Gəlin bu maraqlı həftənin hər bir gününü, qarşınıza çıxacaq fürsətləri və diqqət etməli olduğunuz məqamları bütöv bir hekayə kimi, saniyə-saniyə, tam səsləndirməyə uyğun bir tərzdə birlikdə vərəqləyək. Həftənin ilk günü olan 22 iyun bazar ertəsi səhərinə gözlərinizi açdığınız zaman içərinizdə hər şeyi qaydasına salmaq, karyeranızda yarımçıq qalan böyük işləri tamamlamaq və mükəmməl bir plan hazırlamaq istəyi çox güclü olacaq. İş mühitinizdə, peşəkar fəaliyyətlərinizdə qarşınıza çıxan məsələləri dərhal analiz edib, hər iki tərəfi də razı salacaq ən doğru, diplomatik həll yollarını tapmaq bacarığınız ətrafdakı hər kəsin diqqətini çəkəcək. Sizin o iti, estetik zəkanız və ədalətə olan sarsılmaz diqqətiniz sayəsində heç kimin fərq etmədiyi kiçik detallar, danışıqlardakı incə məqamlar bugün asanlıqla aşkar olunacaq və sizin xeyrinizə işləyəcək. Liyanız rəhbərlik tərəfindən təqdir edilə bilər, bəlkə də yeni bir layihənin idarəçiliyi məhz sizə həvalə olunacaq. Liyanın, yəni bugünün enerjisi sizə kiçik bir xəbərdarlıq da edir. O məşhur qərarsızlığınızı və görəsən hansı yol daha doğrudur düşüncənizi biraz nəzarətdə saxlayın. Ətrafınızdakı insanların, iş yoldaşlarınızın sizdən qətiyyətli addımlar gözlədiyi anlarda tərəddüd etmək sizə zaman itkisi gətirə bilər. İnanın ki, daxili səsiniz və intuisiyanız sizə ən doğru yolu göstərir. İnsanlarla ünsiyyətdə hər kəsi xoşbəxt etməyə çalışmaq, hər kəsə bəli demək məcburiyyətində deyilsiniz. Bəzən öz sərhədlərinizi qorumaq və öz fikrinizin arxasında möhkəm durmaq sizə daha böyük hörmət qazandıracaq. Günün ikinci yarısında rəsmi sənədləşmələr, müqavilələr və ya gələcək biznes planları ilə bağlı atacağınız təmkinli addımlar sizə uzun müddətli bir uğurun qapısını sonunadək aça bilər. Çərşənbə axşamına, yəni 23 iyun tarixinə keçid etdiyimiz zaman ünsiyyət və zəka rəmzi Merkurinin səmada yaratdığı gözəl təsirlər sizin sosial və intellektual gücünüzü pik həddə çatdıracaq. Bugün zehni olaraq o qədər fəal və rəvan olacaqsınız ki, eyni anda bir neçə fərqli işgüzar görüşü idarə edə bilər, rəqəmsal platformalarda uğurlu danışıqlar apara və ya mühüm sənədləri redaktə edə bilərsiniz. Əgər təhsilinizlə bağlı planlarınız, xarici əlaqələriniz və ya hüquqi məsələləriniz varsa, çərşənbə axşamı bu işləri həll etmək üçün ilin ən məhsuldar günlərindən biri olacaq. Yazılı və şifahi ünsiyyətdə sözlərinizin estetikası, səs tonunuzun insanlarda yaratdığı etibar çox yüksək olacaq. İnsanlara öz layihələrinizi bəyəndirmək, onları ortaq bir məqsəd ətrafında toplamaq və ya keçmişdən gələn bir anlaşılmazlığı tamamilə sülhlə bitirmək üçün bugünün şəffaf enerjisindən mütləq istifadə edin. Maliyyə məsələlərində də bugün çox ağıllı qərarlar verə bilərsiniz, gəlir və xərclərinizin balansını qurmaq, xüsusən də ortaq tərəfdaşlıqlardan gələn qazancları hesablamaq sizə böyük bir daxili rahatlıq bəxş edəcək. Lakin bu intensiv ünsiyyət axını axşama doğru sizdə zehni yorğunluğa səbəb ola bilər. Beyninizi bir anlıq da olsa sakitləşdirmək üçün rəqəmsal ekranlardan uzaq durun, sevdiyiniz bir mühitdə, gözəl tərtib olunmuş bir məkanda qəhvə içərək dincəlin və daxili dünyanızın səssizliyi ilə baş-başa qalmağa çalışın. Həftənin ortasında, yəni 24 iyun çərşənbə günündə ayın hərəkətləri emosional dünyanızda dərin bir həssaslıq, zəriflik və sevgi axtarışı dalğası yaradacaq. Hər zaman əlaqələrə önəm verən, tək qalmaqdan bir qədər çəkinən siz tərəzi bürcləri, bugün biraz daha emosional, bəlkə də bir qədər nostaljik bir ruh halına bürünə bilərsiniz.
Yaxın dostlarınız, ailə üzvləriniz və ya uzun müddətdir görmədiyiniz, qəlbinizdə xüsusi yeri olan insanlarla bağlı mövzular ön plana çıxacaq. Çərşənbə günü səmimi dost məclislərinə qatılmaq, sevdiyiniz insanlarla dərdləşmək və onlara mənəvi dəstək olmaq ruhunuza çox yaxşı təsir edəcək. Siz ətrafınızdakı mühiti gözəlləşdirdikcə və insanlara hüzur verdikcə daxilən böyük bir xoşbəxtlik yaşayırsınız. Budur, bugün bir yaxınınızın çətin anında onun yanında olmaq, ona o müdrik və obyektiv məsləhətlərinizi vermək sizin nə qədər əvəzolunmaz bir dost olduğunuzu bir daha sübut edəcək. Şəxsi münasibətlərinizdə isə partnyorunuzun hisslərini, hərəkətlərini həddindən artıq tərəziyə qoymaqdan, onun hər sözündə bir ədalətsizlik axtarmaqdan mütləq qaçının. Münasibətləri bəzən sadəcə axışına buraxmaq, qarşı tərəfi qüsurları ilə birgə qəbul etmək və sevginin o saf enerjisini hiss etmək ən böyük şəfadır. Gəldik həftənin bəlkə də sizin üçün ən yaradıcı, estetik, gözəllik və eşq dolu gününə, 25 iyun cümə axşamı. Sizin idarə edici planetiniz, sevgi, gözəllik və incəsənət ilahəsi Veneranın səmada parıldayan möhtəşəm işığı sizin şəxsi həyatınızı, yaradıcılıq sahənizi və daxili cazibənizi inanılmaz dərəcədə gücləndirir. Bugün sanki üzərinizdə görünməz bir ulduz tozu gəzdirirsiniz, addım attığınız hər mühitdə, danışdığınız hər cümlədə insanlar sizə heyran qalacaqlar. Əgər həyatınızda kimsə varsa, bugün aranızdakı bağların daha səmimi, daha dərin və romantik bir səviyyəyə daşındığını, sanki o ilk tanış olduğunuz günlərin şirin həyəcanının geri döndüyünü görə bilərsiniz. Birlikdə estetik cəhətdən gözəl bir məkanda sakit bir axşam yeməyi yemək, gələcəyə dair ortaq xəyallardan danışmaq və ya sadəcə bir-birinizə olan sevginizi, minnətdarlığınızı dilə gətirmək aranızdakı bütün inciklikləri tamamilə yox edəcək. Subay olan tərəzi bürcləri üçün isə ulduzlar çox maraqlı, flörtöz və şirin sürprizlər hazırlayır. Bugün daxil olacağınız bir sosial mühitdə, bədii bir tədbirdə və ya tamamilə gözlənilməz bir məkanda sizin o bənzərsiz üslubunuza, nəzakətinizə və gülüşünüzə vurulacaq xüsusi bir insanla tanış ola bilərsiniz. Bu tanışlığa qarşı dərhal daxili qorxularınızla yanaşmayın, beyninizdəki o analitik sualları bir anlıq kənara qoyun və diqqət mərkəzində olmağın, sevilməyin dadını çıxarın. Siz hər şeyin ən gözəlinə layiqsiniz və kainat bugün bunu sizə hər addımda xatırladacaq. Həftə sonunun astanasında 26 iyun cümə günü diqqətiniz tam mənası ilə maddi resurslarınıza, fərdi gəlirlərinizə və gələcək maliyyə təhlükəsizliyinizə yönələcək. Tərəzi bürcləri üçün pul həm də gözəl yaşamaq, komfortlu mühit yaratmaq və həyatın estetik tərəflərindən zövq almaq üçün vacib bir vasitədir. Cümə günü büdcənizi yenidən nəzərdən keçirmək, uzun müddətli investisiyalar planlaşdırmaq və ya işinizdə yeni bir qazanc qapısı açmaq üçün çox uğurlu bir zamandır. Üzərində çalışdığınız bir layihənin maddi bəhrəsini görə bilərsiniz, bəlkə də keçmişdə etdiyiniz bir investisiyanın qarşılığı gözlənilməz bir qazanc şəklində sizə geri dönəcək. İş yerində isə həftə ərzində başladığınız bütün tapşırıqları, hesabatları və layihələri uğurla tamamlamaq, iş masanızı, sənədlərinizi və elektron poçtlarınızı tam bir harmoniya daxilinə salmaq üçün ideal bir gündür. İşlərinizi bugün təmizləyib bitirmək sizə həftə sonuna tamamilə rahat, zehni olaraq azad bir şəkildə girmək şansı tanıyacaq. Alış-veriş edərkən isə diqqətli olun, Veneranın təsiri ilə daxilinizdə lüks əşyalara, bahalı geyimlərə və ya kosmetik vasitələrə qarşı böyük bir xərcləmə istəyi oyana bilər. Ani emosiyalarla büdcənizi aşacaq lazımsız xərclər etməkdən qaçınmaq, gələcək maliyyə balansınızı qorumaq üçün bugün çox vacibdir. Həftə sonu gəlib çatdıqda 27 iyun şənbə günü sizin o sosial, əyləncəli və insanlarla ünsiyyətdə olmağı sevən tərəfiniz tam gücü ilə oyanacaq. Şənbə gününü evdə oturaraq keçirmək sizə görə deyil, mütləq yaxın çevrənizlə bir araya gəlin, fərqli, modern bir məkanı kəşf edin və ya maraqlı bir bədii tədbirə, sərgiyə, kinoya gedin. İnsanlarla edəcəyiniz intellektual mübadilələr, moda, incəsənət və ya aktual mövzular üzərində quracağınız şirin söhbətlər zehninizi tamamilə yeniləyəcək. Daxil olduğunuz hər mühitdə təbii xarizmanız, şirin diliniz və zərifliyinizlə heyranlıq toplayacaqsınız. Həmçinin bugün uzun müddətdir məşğul olmadığınız bir hobbinizə, şəkil çəkməyə, musiqiyə, dizayna və ya evinizin dekorasiyasında kiçik, estetik dəyişikliklər etməyə vaxt ayırmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Özünüzü ifadə etməyin hər bir yaradıcı yolunu sınayın, çünki sizin ruhunuz ətrafında gözəllik istehsal etdikcə və bəyənildikcə bəslənir. Həftənin son günü olan 28 iyun bazar günü isə kainat sizdən tam bir sakitlik, mütləq istirahət və mənəvi bir yenilənmə, yəni tərəzinizin qollarını tam bərabərləşdirməyi tələb edir.
Bütün həftə boyu davam edən o sosial qaçış, karyera mübarizəsi, insanları razı salmaq istəyi və sinir sisteminizin gərginliyi bədəninizi bir qədər yormuş ola bilər. Bazar gününü tam mənası ilə özünüzə, daxili dünyanızın hüzuruna həsr edin. Telefonunuzu səssizə alın, sosial şəbəkələrin o yorucu, xaotik informasiya axınından tamamilə uzaqlaşın və mükəmməl bir rəqəmsal detoks edin. Sakit, dincəldici bir musiqi dinləyin, sizi mənəvi olaraq qidalandıracaq, ruhunuzu zənginləşdirəcək bir kitab oxuyun və ya sadəcə təbiət qoynunda, gözəl bir parkda tək başına və ya sadəcə ən çox rahatlıq tapdığınız insanın müşayiəti ilə sakit bir yürüyüş edin. Sağlamlığınıza, xüsusən də böyrəklərinizə, bel nahiyənizə və bədəninizin mayi balansına bugün xüsusi diqqət yetirməlisiniz. Bol su içmək, yüngül qidalar qəbul etmək enerjinizi bərpa etmək üçün çox vacibdir. Ötən həftə ərzində yaşadığınız hər bir təcrübəni, qazandığınız uğurları və qarşılaşdığınız dərsləri daxilinizdə sakitcə analiz edin və gələn yeni həftəyə batareyalarınızı tam doldurmuş, harmoniyanı tapmış şəkildə hazırlaşın. Unutmayın ki, sizin ən böyük gücünüz elə sizin müdrikliyiniz, ədalətiniz, insanları birləşdirə bilmək və həyata gətirdiyiniz o misilsiz gözəllikdir. Özünüzə inanın, idarə edici planetiniz Veneranın sizə bəxş etdiyi o parlaq işığa güvənin və hər yeni günə böyük bir şükürlə, sevgi ilə addımlamağa davam edin. Yolunuz hər zaman işıqlı, ürəyiniz hüzurlu, uğurlarınız daimi olsun. Harmoniya, sevgi və ədalət dolu bir həftə diləyi ilə.